Salam, hər vaxtınız xeyir olsun əziz futbol azarkeşləri, dəyərli Premier Liqanın izləyiciləri. 20 yanvar Asfar Arena Premier Liqanın yaz mövsümü. Artıq playoff qarşılaşmaları başlanır ki 4-1 çərçivəsində günün ilk qarşılaşması Gənclər Birliyi və Lənkəran arasında oynanır. Hər iki komanda uğurlar arzu edirik. Güclü olan qalib olsun deyirik. Ümid edirəm. Ən maraqlı, həm də məhsuldar bir oyuna şahid olacaq. Təbii ki, 4-1 qarşılaşması olduğu üçün bir qədər ilk dəqiqələr siz sakit məcrada təmkinli mübarizəni özündə etibar edə bilər. Tilsim qırıldıqdan sonra, qapını iki qaçırdıqdan sonra daha tepli, daha məhsuldar oyunun şahid olacaq. Kera, Gənclər Birliyinin yeni transferi Kera! Bu qapıdan keçirir, Tilsimi qırır. Görüşün birinci dəqiqəsində Kərim Məmmədovun ifasında, Kera'nın ifasında gol izlədik. Artıq Gənclər Birliyi öndədir. Hansı ki, qrup oyunları çərçivəsində Gənclər Birliyi outsider kimi mübarizələr ilə tamamladı qrup oyunlarını. Lənkəran isə turnirin favorit lider komandası kimi qrup oyunlarını geridə qoymuşdu hal-hazırda. 4-1 qarşılaşmasında biz Gənclər Birliyini öndə görürük. Görüşün ilk dəqiqəsində artıq hesab açılıb. Bir də xatırladım ki, növbəti həftə isə bu görüşün cavab oyunları başlayacaq. Məsələ 20 yanvar Asfar Arenada, bu meydanda, bu arenada cavab oyunlarını izləyəcəyik. Görək indi Lənkəran təmsilçisinin rəqibə cavabı olacaqmı? Nadar Məmmədov mərkəzə doğru ötürmə, orada Fərda Balsov özünü göstərdi, amma qram edə bilmədi. 20 yanvar Asfar Arenada 159 nömrəli məktəbin heyəti. Bir daha da vurğu edək, bir daha da qeyd edək. Ekranımızda dostlar, qardaşlar, nə edirik? Bəyənirik, paylaşırıq, zəhmət olmasa. Bəyənə və paylaşaq, suallarınız olduqca da çəkinmədən yaza bilərsiniz. Mən də hər birini cavablandırmağa hazıram. Ara. Bak ara ver. Kerem bitirmə ilə başladı. Fərd Qarayev. Elgün qazandı. Sinan dəyişili, Nadar Məmmədov. Ədaləti düşünmüşdü. Fərd geriyə oynadı. Məhəmməd Əliyev. Fərd Abbasov. Bir qədər ayaq saxladı. Elgün Abbaslı. Bir daha qeyd edək, Premier Liqa yaz mövsümü 4-1 qarşılaşmasıdır, günün ilk qarşılaşmasıdır. Gənclər Birliyi və Lənkəran komandaları üzləşir. Gənclər Birliyinin 20 yanvar Asfar Arenada, bu meydanda, bu arenada minimal hesablı üstünlüyü var. Kera meydandakı yeganə qolun müəllifidir. Bundan sonra isə daha 3 maraqlı mübarizənin şahid olacaq. Bunu da xatırlatmasını etmək istəyirəm. 3 qarşılaşma izləyəcəyik. Yer çərçivəsində bundan sonra ötürmə hissəyi qapı tirinə dəydi. Ədalət Qafarovun zərbəsi idi bu. Əksəmlə Kera. Elgün Abbaslı. Məhəmməd Əliyev. Ədalət Qafarov, orada Əliyev rəqibi ilə mübarizə apardı. Fərd Qarayev. Qayda pozulub. Gənclər Birliyinin kapitanı topun arxasında Vüqar Cəmiyev. Çox qüvvətli və dəqiq zərbələrə malikdir. Yalnız qarşısına Ədalət mövqe tutub. Cəmiyev qapıya doğru. Kifayət qədər təhlükəli həmlə idi, amma nəticə hasil olmadı. Gənclər Birliyi fərqi 2-yə yüksəldərək daha rahat mübarizə aparmaq istəyir. Lənkəran isə comeback üçün ilk öncə bərabərlik qolunu axtarır. Məhəmməd Əliyev, Fərid. Dəqiqələrdə təşəbbüs elə keçir. Topun nəzarəti məhz Lənkərandadır. Məhəmməd öz əmlələrə qatılır. Nadar Məmmədov çox təcrübəli oyunçudur. Yeni əlimlə qurulacaq. Gənclər bir qədər qapandı. Məhəmmədin zərbəsi. Cəmil Rəmixanov ötən dəqiqələr ərzində qapısını toxunulmaz saxlama bacarıb. Hələ ki, rəqiblərinə keçidi vermir. Epizodda da Məhəmmədin fərqlənməsinə imkan vermədi. Məhəmməd Aziyev. Əbəliyevin təzyiqi vardı. Əhməd Əbəliyev.
Ramiz Rzayev tələsi ötürmə verməyə. Mehmet Hacıyev. İndirilen zərbə Remixanov. Düz qapçının üzərinə gəldi bu zərbə. Abeliyev yayma bacardı rəqibindən. Mehmet Abeliyev sol ayaqla zərbə. Alınmadı. Kifayət qədər templi, maraqlı mübarizənin şahidik. 20 yanvar Asvaranın da qayda pozulub Fərid yerdə qaldı Abbasova qarşı. Mehmet Abeliyev qaydanı pozmuşdu. Ədalət təmsilçisi Feyqan Kərimovun gözünə yaymır məhz. O görüşdə vuruq edək. Peşəkar təcrübəli Feyqan Kərimov görüşü idarə edir. Bu görüşdə ədaləti oyun boyunca, həmçinin playoff qarşılaşmalarında 4-1 oyunlarında ədaləti o bərqərar etməyə çalışacaq. Ramiz Rzayev ötürmə keçmədi. Elkin araya girdi. Abbaslı Remixanovdan. Əl reaksiya. Sayaqlıq əldən vermədi. Fərd Abbasov bir alda cəmlə. Keradan yayınır. Hacıyev taban ötürməsini Nodar Məmmədov. Ötürmə keçmədi. Mehmet Abeliyev. Fərd Abbasov şığı rəqibinin üzərinə qayda pozulmur. Feyqan Kərimov davam dedi. Zərbə! Fərid Abbasov! Hesab bərabərləşir. Kartlar yenidən paylanacaq artıq meydanda. Lənkəran 1, Gənclər Birliyi 1 hesab bərabərləşdi. Fərd Abbasov topu qazandı Mehmet Abeliyevlə mübarizədə. Mehmet yerdə qaldı. Feyqan Kərimov qayda pozunu qeydə almadı. Var etirazı var. Görə ədalət təmsil Feyqan Kərimov. Vara baxacaqmı? Bəli, vara da baxılacaq. Feyqan Kərimov etirazlardan sonra vara baxdı. Gol qeydə alındı. Ədalət təmsil qərarının üzərində durur. Hesab bərabərdir artıq. Orada Mehmet Abeliyevə qarşı qayda pozulmamışdı. Ədalət təmsil etdi. Bir vuruğu da etdi ki, mən epizodun bir neçə adımlığında idim. Özüm də hər şeyi görmüşdüm. Sadəcə etiraza görə vara baxılır, amma qərarını dəyişmədi. Mehmet Əliyev. Görə bu gol Lənkəran üçün geri dönüşü müjdəsi idi. Digər qollara stimul impuls verəcəkmi? Dadaşlar üz-üzə idi Fərid Qarayev və Fərd Abbasov. Nadar Məmmədov. Elgün Abbaslı. Nadar. Mehmet Hacıyev. Kera. Kera. Cəmil Remixanov qapısını tərk edir, out. Elgün Abbaslı, ədalət. Qarafarovun zərbəsində bir müdaxilə var idi. Korner izləyək. Hacıyev, yerlə zərbə. Qarayevdə toxundu da bir korner digər cinahdan və yenidən yeni itirilməlidir. Lənkəran adına. Fərd Abbasov, daha bir korner, eyni cinahdan. Cərmə meydansız səndəvərində də bir neçə oyuncu mövqeyə tutmuşdu, amma müdafiəçilər Nadar. Gün mərkəzə doğru çevirdi Fərd Abbasov. Bərabərlik qolu onun ifasında gəlmişdi. Nadar Məmmədov. Nadar. Bitirmə qarışıq bir zərbə idi bu. Top qapının üzərinə meydanı tərk edir. Qarayev. Alda cəmlələr. Ədalətlə mübarizə apardı. Abeliyev ara girmək istəyib. Ədalətin ötürməsi ünvansızdır. Vüqar Camiyev. Orada Fərd Abbasovdan yayına bilmədi. Bu dəqiqələrdə Lənkəran ən inamlı, ən yaxşı mübarizə aparan oyunculardan biridir.
Nə var ki, bütün epizodlarda onu görürük biz. Həmçinin bərabərlik qolunun müəllifi olub. Lənkəran adında tilsim qıran oyunçu olub. Gözdə isə qapının kilidini Ker açmışdı. Bunu da qeyd edək. Kərim Məmmədov Gənclər Birliyinin yeni transferi. Bugün debüt etdiyi qarşılaşmada fərqlənməyə bacarıb. Burada Lənkəran heyətində əvəz etmə var. Fərcalov kapitan meydana daxil olur. Əvəzlənən oyunçu isə Məhməd Hacıyevdir. Bu Lənkəran adına görüşdük ki, ilk əvəz etmədi, ilk dəyişiklik. Gənclər Birliyi isə start heyətlə mübarizəni davam etdirir. Ramiz Rızayev yerdə qalsa da Fəqan Kərimov davam edir. Ekranımızı bəyənək dostlar, qardaşlar, zəhmət olmasa və suallarınız olursa da çəkinmədən yaza bilərsiniz. Mən də cavablandırmağa hazıram. Var olun bəyənənlər, aşağıda da arvızı görəm. Bəli, 20 yanvar Asfar Arenadır. Fəri, başın dənə qaldı qabağa. Abrabatla qabağa elə. Fəqan Kərimovun sərbəst atışı ilə oyun bərpa olunur. Məhməd Əliyev, Fərid Salahov. Ədalət, Qarayev, Elgün Abbaslı. Tələsmir kapitanla oynadı Salahov. Nadar Məmmədov sinəsilə aram etmək bacardı. Salahov oyunçudur, ötürmə, Ədalət. Ramiz Rızayev. Rızayev büdürə-büdürə səngə meydan tərk edir. Bir qədər əvvəl Salahovla mübarizədə yerdə qaldı. Sanki bir qədər dincini almalıdır. İlerleyen dəqiqələrdə biz 17 meydanda görə bilərik. Onun əvəzinə isə artıq Rafət Sadıqov meydan daxil oldu. Bir qədər əvvəl dəhlizdən onu gördü meydan daxil olan zaman məsələ artıq meydanda oyuncu kimi mübarizə aparır. Ədalət Qafarov sanki hesab bərabərləşdikdən sonra yenidən biz təmkinli siz oyunun şahidik. Artıq mübarizə kəşfiyyat xarakterdən bir qədər uzaqlaşıb, doğrudur amma bu hesabda verilən olan bir-birlik bərabərlik bir qədər təmkinli mübarizəyə təşviq edir. Ekranımızı bəyənənlər var olun, minnətdaram, aşağıda da arzu görəm. Sizlərə ayrıca minnətdaram, bir qədər bəyənək, paylaşaq, zəhmət olmasa və suallarınız olduqca da çəkinmədən yaza bilərsiniz. Mən də belə boşluqlarda, fasilələrdə çalışıram ki, hər birini cavablandırım. Rafət Sadıqov Əhmədi düşündü, alınmadı. Məhməd Əliyev, Fərd Abbasov 2-2 nömrə üz-üzədə Abbasov və Kerəmçinin maraqlı məqamlardan biri də budur ki, 2 qol silahı, qolların müəllifləri üz-üzə gəlmişdi bir qədər əvvəl. Nadar Məmmədov Ergün oynadı, Abbaslı çevirdi, Ədalət Qafarov başla zərbə, Rəmixanov özünü çatdırdı, yaxın küncünü bağladı. Nadar hakim üstünlüyə buraxdı, Ədalət Qafarov zərbə indirə bilmədi. Orada Camiyev yüksəyə qaldırmışdı, sanki bir qədər qaydan pozmuşdu demək olardı, amma üstünlük prinsipinə əməl olundu. Topunlarda qaldığı üçün 150 nəfəri ekran bəyənmənizə baxın. Dostlar, qardaşlar, zəhmət olmasa bəyənək. Var olun bəyənənlər, minnətlərim. Demirəm tez-tez bəyənək, hər an bəyənək. Aram heç olmasa bəyənək. Və suallarınız olduqca da yaza bilərsiniz. Yeni gələnlər, bir də hər birinizi xoş gördük. Bu arada bir dəqiqəlikdə taymat olacaq. Taymatı götürən tərəf Lənkərandır. Bir qədər səbirli olun, bağlayıb yayımı yenidən açıram, mənə qısıtlama verin. Qaydıram. 30 saniyə qaydıram. Qayıtdıq.
Premier Liqanın yaz mövsümü oynanılır. Məhz 20 yanvar Asfar Arenada. Bir də qeyd edilən Lənkəran və Gənclər Birliyi komandaları üzləşir. Hesab isə 1-1'dir. İndi oyun bərpa olunacaq. Var ol, minnətlərim. Mehmet, Ferdi Abbasov, Nadar'la oynadı. Nadar! Toxunuş var idi, korner. Mehmet Əliyev. Sina doğru ötürmə. Elgün Abbaslı. Bizim Elgünlə tanışlığımız məhz Şəfa komandasından gəlir. Şəfada onun az oyunlarını şərh etməmişəm. Çox təcrübəli oyuncusudur. Demək olar ki, qrup oyunlarda vurduğu qollarla komandasına bir neçə dəfədə qələbə qazandırmağı bacarıb. Mələ ki, bu görüşdə fərqlilər siyasının onun adı yoxdur. Altı izləyək. Bu arada əvəz etmə də var Lənkəranda. Hansı ki, bir dəqiqəlik time-out gəlmişdi. Time-outdan sonra əvəz etmə başlayıb. İndi bəhs edəcəm. Məmmədov meydandadır. Lənkəran heyətində. Elgün Abbaslı Diaqala doğru ötürmə. Nadar. Çevirdi. Qarayev müdaxilə etməyə bacardı əksəmlə. Kera. Elgün Abbaslı mübarizə apardı. Kera itirmədi. Vüqar Cəmiyev. Cina dəyişiliyor da Rafet Sadıqov. Ötürmə ünvana çatmadı. Nadarla əksəmlə. Həqiqətən də çox isti bir hava var. Bu havada istidə mübarizə aparmaq çətindir. Buna rəğmən seyri gözəl, templi bir qarşılaşmanın şahidik. Yeni gələnlər, hər birinizi xoş gördük, hər birinizi salamlayıram. Yayımıza qatılanlar. Premier Liqanın yaz mövsümüdür. Fərid Qarayev yayındı rəqiblərindən. Solda yantorlar silkələdi, alınmadı. Premier Liqanın yaz mövsümü 20 yanvar Asfar Arenada 4-1 qarşılaşmasıdır. Gənclər Birliyi və Lənkəran komandaları üzləşir. Hesab isə 1-1'dir. Kərim Məmmədov Kera Gənclər Birliyi adına görüşün ilk dəqiqəsində hesabı açmışdı. Ferdi Abbasov isə Lənkəran adına bərabərlik golunun müəllifi olmuşdu. 150 nəfərlik ekranımızı bəyənən zəhmət olmasa dostlar, qardaşlar, bəyənənlər adlarınızı görürəm. Hər birinizə ayrıca minnətdaram. Hər birinizə fərd olaraq təşəkkür bildirirəm. Sözünüz, suallarınız olduqca da çəkinmədən yaza bilərsiniz. Meydanda sol tərəfdə yaşıl qara geyimdə Lənkəran, sağ tərəfdə ağ göy geyimdə isə Gənclər Birliyi çıxış edir. Standart vəziyyət məsələ zərər çəkən özü zərbəni yerinə yetirə bilər. O Elgün Abbaslıdır. Qarşıda Fərid Qarayev var. Elgün yerlə zərbə. Rəmixanov yerindədir. Fərid Salav. Kera. Nadar Məmmədov. Məhməd Əliyev ötürmələrlə top müdafiədən çıxarması ilə Fərdi Abbasov orada daşını yola saldı. Elgün Abbaslı. Fərid Salav. Var onun ekranımızı bəyənənlər, minnətlərim. Qafənin ötürməsi bir qədər ümansız alınmışdı. İki sərə son 5 dəqiqə. Qalan vaxt ərzində hesabda dəyişiklik olacaqmı? Yoxsa komandalar fasilə sülh bağlayaraq bərabər şəkildə mi yollanacaqlar? Məhməd Elgün Abbaslı yenə Məhmədlə oynadı. Biz tez-tez qapısının əmlilərə qatılan zaman görürük. Məhməd ötürməkdir, bu qapı boşdur, dəyərləndirmək hissəyə alınmadı. Müdafiədən çıxarmaqda bir qədər çətinlik çəkdi Gənclər Birliyi oyuncuları. Fərid Abbasov. Elgün oynadı. Fərid göz gəzdirir, boşluqla komanda yoldaşını axtarır. Yenən Elgün. Nadar. Çevirmək istədi, Salov'a çatmadı. Ramiz Rızaya müdaxilə etmişdi. Rafet Sadıqov bir qədər ayaq saxladı. Öndə komanda yoldaşı yox idi. Ramiz bir ara ötürmək istəyir. Abbasov. Elgün cəhd etsə də
Bu meydanda saxlaya bilmədi. Out. Vüqar Camiyev yerlə sərbə. Geri dəqiqdir. Notar. Mehmet Mehmetov. Mehmet bir gedir mərkəzə çəkildi. Zərbə qapı tiri. Mehmet Mehmetov. Onun bir addımlığında İlgün Rəmixanov. Möhtəşəmdir. Ard-arda həmlələr izlədik. Lənkəran adına. İlk öncə Mehmet, daha sonra İlgün Abbaslı. Amma ard-arda epizodları qola çevirə bilmədilər. Korner. Notar. Başla zərbə uğurlu alınır. Bu arada bir dəqiqəlik time out. Time out Gənclər Birliyi adına. Aleykümselam. Xoş gördük. Hər birinizi. Bu fasilədə sözünüz, sualınız varsa buyurun yazın. Mən də cavablandırmağa hazıram. Ekranımızı beğenenler minnettarım. İndi oyun pərbi olunacaq. Ramiz. Kera ilə oynatıb. Kera. Bu arada Lənkəran heyətində əvəz etmələr var. Camiyev çevirdi. Kera. Kera. Bu səfər alınmadı bu. Torlaziyev biz meydanda görürük Lənkəran heyətində. 22 nömrəli forma ilə çıxış edir. Qal o yerdə. Və bir də Məhəmməd Hacıyev yenidən meydandadır. Ayto, o anda biraz çoxdur, yaxşı. Çünki başqa yeri olmur. Oyna. Fərd Abbasov. Abbasov. Cəmil Rəmixanov. Notar Məmmədov. Bu iki hissənin son epizodu son cəhdi oldu bu əmləyə də. Ədalət Təmsil Fəqan Kərimov ilk hissəni bitirir. Heç yer ayrılmır, fasilədən sonra yenidən bir yerdəyik.